Bugün düz 6 ildir istifadə etdiyim Samsung Galaxy A31 haqqında sizə məlumat verəcəyəm və bu telefonu 2026-cı ildə işlətmək məntiqidirmi? Yəni bizi yola verər yoxsa yox? Gəlin başlayaq, sözü uzatmayaq. Qiymətindən başlamaq istəyirəm. Bilirəm artıq bu telefonu birinci əl tapmaq qeyri-mümkündür, amma bu telefonun ikinci əl dəyəri 100-150 manat dəyərindədir. Yəni yaxşı istifadə edilmiş, cızığı zadı olmayanlara nəzərdə tuturam. Yoxsa belə qırıqlı, mırıqlı 50-60 manata zad tapılır. Bu telefonun prosesoru MediaTek Helio P65'dir dostlar. Bu prosesor dövrünə görə qənaətbəxş olsa belə günümüzdə inanın ki gücü bəs etmir. Yəni sizə belə dedim, oyunları ümumiyyətlə qoydum qırağa. Sadə oyunları əlbəttə ki, yəni hər bir telefon rahat bir şəkildə qaldırır. Amma ki, məsəl üçün bu telefonda uzun bir videoya və yaxud da yəni uzun seanslı bir şey etmək istədikdə, xüsusi olaraq da edit etdikdə, hansı ki videoları bu telefonla editləyirəm. İnanın telefon o qədər esinir ki, biraz qalıb ki evdəki Petronavkayı söküm, onun əvəzinə bu telefonu qoyum. Telefonun bataryasından da biraz danışım. Onu deyim ki, xeyr, bir günü heç vaxt yola vermir. Yəni o vaxtda ola bilər ki, telefonu 100 edirsiniz, ondan sonra bilmirəm WhatsApp'da 2-3 dənə mesajlaşma edirsiniz, ondan sonra 2-3 nəfərə zəng vurursunuz. Onda bəs edir, amma belə ümumiyyətlə telefonu çox istifadə edən biriysəniz, xeyr, sizi heç vaxt qane etməyəcək. Yəni 7 illik telefondan nə gözləyirsiniz? Telefonun kamerası isə baxın, çıxdığı dövrə qədər mükəmməl idi və mənə görə indi isə işıqlı şəraitdə həqiqətən də qənaətbəxş şəkillər çəkir. Amma işlər gecə şəkil çəkməyə gəldikdə isə bu telefon sizi yola verməyəcək. Telefon özü 6.4 düymlükdür və çəntikləri inanın ki birazcık böyükdür. Damla çəntigi vardır. Bundan əlavə dostlar, bu telefonda Super AMOLED ekran istifadə olunub. Yəni bu telefonun ən çox sevdiyim xüsusiyyəti onun ekranıdır. Yəni bu indiki çıxan telefonlarda bildiyiniz kimi PLC panellər istifadə olunur. Vaxtında bu telefon 450-500 manatdır və indiki 450-500 manatlı telefonlara baxanda telefon həqiqətən də yəni ekranında bir xeyli qabağa çıxır. Və bunun korpusu plastikdəndir. Yəni əlbəttə ki metal gözləmək olmazdır, amma xüsusi olaraq da telefonu əgər ki korpusda istifadə edirsinizsə, bu sizə də yəni maneçilik törətməyəcək. Telefonun səs sistemindən də biraz danışım. Yəni dostlar, səsini sizə belə izlədim. Yəni bir ev şəraitindəsəniz, yəni otaqdasanızsa, bir video qoydunuzsa onun səsini eşidərsiniz. Amma nə bilim telefonu cibimə atım, dəniz kənarında zat, mənim telefonuma nə bilim musiqi səsi zat gələr, mümkün deyil. Görək telefonu öz qulağınızın dibinə yapışdırasınız ki, o səsi eşidəsiniz. Təəssüf ki. Bu telefon ən son Android 12 güncəlləməsində qalıb. Android 12 günümüzün tətbiqlərini hələ ki açmağa davam edir, amma çox güman ki 3-4 ilə bəzi tətbiqləri artıq güncəlləmə dəstəyi kəsiləcək. Dostlar, ümumiyyətlə bu telefonun texnik xüsusiyyətləri ilə bağlı çox da sıxmaq istəmirəm. Yəni sizə əsas şeyləri deməyə çalışdım. Əgər ki sualınız varsa, baxın şərhlərə yazın, cavablandıracağam. Bundan əvvəl bu telefonu 2026-cı ildə hələ də almağa dəyərmi? Məncə xeyr. Çünki inanın mənə 100-150 manatdan birinci əli, yalan deyirəm, heç telefon yoxdur o qiymətə. Amma ikinci əldə dostlar daha yaxşı telefonlar tapmaq mümkündür. Deyəcəklərim bu qədər idi. Sağ olun, salamat qalın. Humans, what have you learned?